inandıqlarımdan danışım. Siz nə bildiniz ki, mən elə Narınc xanımdan danışacağım? Narınc Rüstəmova bizimlə bərabərdir. Xoş gəldiniz. Bəli, Narınc Rüstəmovaya yalnızca mən deyil, bütün valideynlər inanırlar, bütün uşaqlar inanırlar. Xoş gəldiniz Narınc xanım. Əgər belə olmasaydı, Narınc xanımın hər gəldiyi gün bizim 2 otağımız dolub daşmazdı. Hər 2 otaq, hansı ki siz onu görmürsünüz, arxa tərəfdədir, dəhlizin digər tərəfində və əgər Narınc Rüstəmova gəlirsə, orada xeyli sayda uşaq vardır, hansı ki valideynləri yeganə ümid yeri kimi məhz Narınc Rüstəmovanı görürlər. Bugün bir balamız gələcək, onun da ümid yeri Narınc Rüstəmovadır. 11 yaşı var, onun 8 ilini bu uşaq kəkəliyib. Və mən istəyirəm özü gəlsin Hüseyin balamız, özünə suallar verək, özü danışsın. Ay Hüseyin, sən xoş gəlmisən. Necəsən oğlum? Gəl görüm, gəl Hüseyin, gəl. Hüseyin, belə baxaq səni görsün tamaşaçılar. Gəl mənim belə yanıma. Ay sağ ol oğlum. De görün mənə. Salam. Kimdir o qadın? Anam. Anandır. Ana niyə səni götürdü bizim yanımıza gətirdi? Hüseyin danışırdı ona görə. Danışsın, fikrin toplasın. Bizim səbrimiz genişdir, gözləyək. Niyə gəldin bura? Bax, gəldin, xoş gəldin. Amma niyə məhz Narınc xalanın yanına gəldin? Niyə bugün buradayıq Hüseyin? Mən kəkələyirəm və məni Biz narahat olmuruq, biz asta-asta danışırıq. Layla xala səni tələsdirmir və biz həyəcanlı deyilik. Hə balam, nədir sənin problemlərin? Bax, mən eşitmişəm ki, sən bir otaqdan o bir otağa keçmirsən qaranlıqda. Niyə keçmirsən Hüseyin? Hə oğlum? Qorxursanmı? bəli. Nədən qorxursan balam? Düşünürsən nə olar orada? Hə oğlum. Tamam, mən o zaman Hüseyini bu qədər çox sıxmayacağım, amma artıq suallara cavab, əlin narahatlığı, psixoloji durum, kəkələmə fikrini bütövləşdirib, cəmləşdirib, bizə vermək, yəni o fikir yayınlığı cümləni tamamlaması, bəli, hamısı artıq göz önündədir, amma anası daha ətraflı deyə bilər ki, ən çox Hüseyinlə bağlı sizi narahat edən nədir? Kəkələmə öz yerində, yəni 11 yaş və 8 il kəkələmə, əslində bəlkə də biraz gecikmişik, daha tez gəlməliydiniz. Amma yenə də digər məsələlərdə problemləri nələrdir bizə bölüşün. Əvvəla hamının axşamı xeyir olsun. Axşamınız xeyir. Salamlayıram. Uşaq elə bil ki, 3 yaşından sonra qorxudan əmələ gəldi, kəkələməsi. Möhkəm qorxu. Bəli, qorxudan. Nə baş verdi? Elə bil qonşuda diril işlədi. Onun səsindən uşaq qorxdu. Deyirəm ki, görün, adi bir direylin işləməsi, çünki hamının evində baş verir də, qonşu oturduğun yerdə dır, gördün ki, getdi və baxın nəticəsinə. Yatdığı yerdə işlədi. Bəli, yatdığı yerdə. Yuxudaymış, ayılıb qorxub, anladım. Ayıldı, qorxdu. Sonra axşama doğru gördüm ki, uşaq kəsə-kəsə danışır sözünü. Və sonra aparmamışsınız? Sonra 4 yaşında elə bir laqopedə apardıq. Dedi 5-6 yaşında. 5-6 yaşında gətirərsiniz. Sonra elə oldu ki, apara bilmədik. Sonra bir 5 seans olar ki, getdik laqopedə. O da nəsə kömək olmadı. Sonra yəni biz sizə nəticə göstərərik. İndi kömək olmayıb, çünki yenə deyirəm, mən həmişə yaxşıların haqqına girməkdən qorxmuşam, amma psixologiya sahəsində o qədər yeni peyda olan psixoloqlar var ki, adları, familiyaları da bəlli deyil. Nə oxuyublar, haranı bitiriblər, bu da bəlli deyil, amma hər bir psixologiya mərkəzi var. Hansı ki, biz illərdə, əziz valideynlər, Narınc Psixologiya Mərkəzini görürük, bilirik, vərdiş etmişik bu ada və uğurları təqdim etmişik burada ki, gözünüzlə görmüsünüz. Çünki bizim seyirli çubuğumuz yoxdur ki, mən vurum bu uşaq danışsın. Amma Narınc xanımın möcüzəvi aparatları var, özünün möcüzəvi biliyi var. Hansı ki, gedəcək bu uşaq növbəti dəfə tamam başqa bir formada bura gələcək. Otaqdan otağa keçməkdə dedilər, qorxur, başqa bir vahimələr və s. basır, bu yuxu yatması falan necədir? Yuxu yatması elə bir ki, axşam gec yatır. Bir yuxum gəlmir. Səhər-səhəri saat 11-də falan belə durur. Baxın, dərsini əzbərləyib, gedib rahat danışa bilirmi məktəbdə? Bəli, oxumağı yaxşıdır. Oxumağı yaxşıdır. Ədəbiyyatı, məsələn, hekayələr və s. oxuyub. Necə danışırsan? Tarixi yaxşı. Yaxşı. Niyə Layla xalanla danışmırsan? Həyəcanlandı.
Efir, işıqlar, tamaşaçı bilir ki onu hamı görür, canlı yayımdadır. Ona görə də həyəcanlanır. Əslində sizin üçün heç də yad bir nə mövzu deyil, nə durum deyil. Amma nə edə bilərik? Çünki yaş 11-dir. Bir də onun çəkələməsinin tipini görmək istəyirdim müəyyən. Mənə deyə bilərsən, sinifdə uşaqlarınızın adını saya bilərsən? Mənə verin mikrofonu. Saya bilərsən, gəl saya. Uşaqların Dostlarının ən çox. Səid, Kəlmədən daha çox dayanma sanki, durma, düşünmə. Düşünmə kəkələməsidir. Düşünmə kəkələmə. Sonra var klonik tonik. Səid, Ümid, Hüseyin, Bunlar sənin deyəsən ən yaxın dostlarındır. bəli, Tamam. Neçə sinifdə oxuyursan? 6-cı. 6-cı sinifdə. Bura neçə nömrəli marşrutla necə gəlmisiniz deyə bilərsən mənə? Evdən çıxdın, necə gəlib çıxdın Xəzərə? 81 nömrəli marşrut ilə Sanki adətən gördüyümüz kəkələmə deyil, marşrut deyil də marşrut ilə belə bir şey. Siz o fərqi bizə göstərməyə çalışdınız. Balamızın birinci olaraq maşallah intellektual səviyyəsi çox yüksəkdir. Hətta öz yaşından da böyüdür. O nə gözəl. Çox ağıllı, alfa dalğaları maşallah normada 14-ə qədər olmalıdır. Bunda 17-dir. Normadan da çox. Çox zəkalı uşaqdır. Çox zəkalı olduğuna görə bilir ilişəcək, başlayır pauza verməyə. Biz buna düşünmə kəkələməsi deyirik ki, dayanır və deyir, dayanır və deyir. Burada göylər çoxdur, ona görə deyirsiniz. Yox, alfa dalğasını göstərən hissələr yaşıldır, təpə payındadır. O, maşallah, intellektual inkişafında sorun yoxdur. Amma bizim danışıq mərkəzimiz alın Bax, çoxdan da gəlmirsiniz, mən də unutmuşam. Bizə mavi xoş idi, yaşıl xoş idi. Yaşıl xoş idi. Yaşıl xoş idi. Qırmızı pis idi. Baxın, qırmızı qaynar nöqtədir. Bəli, betası çox yüksəkdir. Bu, yəni spazmı göstərir ki, danışıq mərkəzi bu hissədir. Bu hissədə göz qırmızıla gərginlik çox yüksəkdir və bu ilişmələr də ondandır. Əslində, videosu var bizdə, indi burada yoxdur. İnşallah sağalandan sonra gətirib göstərəcəm. Yəni, klonik formada da tutulur əslində. Qısa-qısa danışanda kamuflə eləyir. Kəkələn uşaqlar həmişə hə, yox, tək-tək sözlərdən danışır. Ona görə də indi göstərməyə bilir. Amma kəkəlməsi kifayət qədər varı yüksəkdir. 8 ildir də bundan əziyyət çəkir. Biz indi həmin bu oyanıq dalğaları başlayacaq nizamlamağa. Çünki aparatın müsbət tərəfi odur ki, mən buranı lövbərləyirəm, yəni mıxlayıram, aldığım nəticəni qalcılaşdırıram. Bilirsiniz, kəkələyən uşaqlarda geri qayıtmalar olur. Yaxşılaşır biraz, pisləşir. Payızda pisləşir, hava isti olanda pisləşir, hava çox kəsin soyuq olanda. İndi inşallah bunların hamısı yaşıllaşdırıb Yaşıl eləyib götürüb. Nə qədər vaxt onu da soruşun. 2 ay mənəm. 2 ay. 2 ay bəsdir. Noyabrda başlayırıq inşallah artıq. Dekabrda işləyirik. Yeni ilə yeni Hüseyin. Yeni dillə giririk. Əla. Ümumiyyətlə, bütün yeniliklər hamısı Narınc Xidmət Mərkəzlərindədir. Oranın rəhbəri bizim yanımızdadır. Komandası ilə birlikdə bizə sağlam gələcək lazımdır. Sağlam gələcək təkcə insanın sağlamlıq vəziyyəti, yəni onun fiziki, başının, ayağının, əlinin, gözünün ağrıması deyil, psixoloji sağlam gələcək lazımdır. Ona görə Narınc Psixologiya Mərkəzlərinin hər birinə yaxınlaşa bilərsiniz. Sizə əmanət, tamam mı? Siz də narahat olmayın, onu etibarlı əllərə əmanət etdim. Təşəkkür edirəm. Narınc Psixologiya Mərkəzinə sizin də balalarınızda bu kimi hallar varsa bilirəm, var. Uşaqların əksəriyyəti sonradan, məsələn, qorxudan kəkələyə bilirlər. Digər tərəfdən bu otaqdan o otağa keçməkdə, bəzi insanlarla ünsiyyətdə, yəni psixoloji problemlər həqiqətən sadalamaqla bitməz. Ona görə vaxtında müraciət edin deyirik.